Magazin Plus plastik, rekonstruktiv, estetik, uzman həkim cərrah Talya Qasımovun baş sponsorluğu, Evoria İnşaat Materialları dükkanının xüsusi sponsorluğu, Saft Travel və Tural Avtoservis 03-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin baş sponsoru plastik, rekonstruktiv, estetik uzman həkim Talya Qasımov. Verilişin xüsusi sponsoru Evoria İnşaat Tikinti Mağazalar şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saft Travel. Gilan İnşaat Materialları qrupuna aid olan Evoria Ağcabədidə 3-cü filialını açdı. Müasir santexnika həllərinə qədər hər məhsul zövq və keyfiyyətlə seçilib. Evoria sənə fərqli atmosfer təqdim edir. Müasir interyer trendlərinə uyğun kolleksiyalar evinə həm estetik görünüş, həm də komfort qatır. Peşəkar xidmət və etibarlı yanaşma ilə evini istədiyin üslubda dizayn edə bilərsən. Evoria, fərqliliyin başladığı ünvan. Mən çoxdandır Saft Travel'dan əməkdaşlıq edirəm. Mənim bir çox xarici səfərlərimi, istər olsun Azərbaycan daxili səfərlərimi Saft Travel'la əməkdaşlığımız nəticəsində edirik. Çox razıyam mən bu travel'dan və bir çox viza məsələlərimi, problemli viza məsələlərimi Saft Travel'la həll etmişəm. Həm çox komfortludur, həm çox, belə deyim, endirim edirlər mənə. Samira xanıma təşəkkür edirəm. Çox sağ olsun, mənə çox gözəl endirimlər edir. Ailəmlə birlikdə, bilirsiniz ki, uşaqlarla biraz çətin olur. Ona görə də bu yolda mənə çox dəstəkdirlər. Bir çox viza məsələlərimi, problemli, hətta qohum tanışlı da nə lazım olursa, mən Saft Travel'a müraciət edirəm. Hal-hazırda da, əziz tamaşaçılar, çox gözəl kampaniyalar var. Artıq yay gəlir, yayda nə etmək lazımdır? İşi bir kənara qoyursan, dincəlmək lazımdır. İyun ayı boyu gözəl kampaniyalar var. Antalya, Misir, Montenegroya çox sərfəli qiymətdə, əziz tamaşaçılar, gözəl bir paket var. Odur ki, vaxt itirmədən yaxınlaşın Saft Travel'a və yararlanın. Əsas güvəndir, mən sizə deyim ki, və rahatçılıqdır, hansı ki, qarşılama prosesidir. Yəni, bunların hamısını çox yüksək səviyyədə Saft Travel məharətlə yerinə yetirir və bilirsiniz ki, mənim də tanışlarımda olub ki, ətrafda olub ki, çox vaxt gediblər, aldanıblar, oteldə problem olub, otaqda problem olub, deyiblər ki, şəkildə, videoda başqa cürə görsənir otel, belə başqadır. Ancaq bu problemlərin heç biri Saft Travel'da yoxdur. Mən deyərdim ki, çox yüksək səviyyədə və komfortlu şəkildə və ən əsası da sizin büdcənizə uyğun şəkildə Saft Travel'dan bu kampaniyaları siz əldə edə bilərsiniz. Hətta bildiyim qədərlə sizin bir Qarabağ eşqiniz də var, Qarabağ getmə eşqiniz də var. Dəfələrlə səhnə alma şansınız olmasına rəğmən müxtəlif səbəblərdən Bəli. Hələ ki alınmayıb. Bəli. Samira xanım da sizə təşrif etdi ki, biz sizin Qarabağ turunuzu təşkil edə bilərik. İnşallah. Mən sizə deyim ki, ən gözəl turlardan biridir Qarabağ turu. Çünki bizdə də insanlar hal-hazırda çox buna tələbat çoxdur, çox istəyirlər, gedib gəzib görmək istəyirlər. Ona görə də əziz tamaşaçılar, Qarabağ turumuz da mövcuddur. Mütləq yararlanın. Düşünürəm ki, o torpaqlara getmək, güvənli şəkildə getmək, səyahət etmək, turlar daxilində münasib qiymətlər də var paketin içində. Yəni istifadə edə bilərsiniz.
Şuşaya, heyranı biz Şuşaya, gör neçə igid olub, salındı iz Şuşaya. TAV Travel şirkəti xaricdə təhsilə start verdi. Bizim şirkət Türkiyəyə, Qazaxıstana, Rusiyaya və Özbəkistana %100 sadəcə atestatla təhsil imkanı yaradır. Bizim şirkət yataqxana və yaxud oturum icazəsi almağa tələbələrə kömək edir. Və həm də universitetə ixtisas seçiminə də kömək edir. Həm doktorantura, həm bakalavr və magistratura pilləsində sizə təhsil almağa kömək edir. Təkcə bunlar yox, həm də ki, hibrid, qiyabi və əyani formada təhsil mövcuddur və ən əsasən uyğun qiymətlə sizi gözləyirik. Aparıcı aktrisa Şəbnəm Naibli ilk dəfə Maqazin Plus-u açıqladı. Sevgi etirafları, yaşananlar, onu səhnədən kimlər uzaqlaşdırmaq istədi? Bax, elə bütün bunlar Maqazin Plus-da. Maqazin Plus-da hər birinizi xoş gördük. Qonağım teleaparıcı aktrisamız Şəbnəm Naiblidir. Şəbnəm Naibli televiziyaya necə gəldi, televiziya Şəbnəm xanımı necə formalaşdırdı və aktrisa kimi də fəaliyyət göstərirsiniz? İstəyirəm qısaca bu haqqda məlumat verəsiniz. Artıq mən 13 ildən çoxdur ki, televiziya sahəsindəyəm və mənim televiziyaya gəldiyim ərəfələr düşür 2012-2013-cü illərə və mən o zamanlar dövlət idarələrində çalışırdım. O zamanlar mən daha çox mədəni maarifləndirici verilişlərə üstünlük versəm də, amma qısa bir müddət oldu ki, şou sahəsində də çalışdım. Televiziyanın mənə öyrətdiyi bir çox şeylər oldu. Bilirsiniz, mənim üzümə gülüb, arxamca iş çevirən, öz yaxınımda, öz çevrəmdə mənlə eyni yerdən çörək kəsən insanlar idi. Ona görə mənim, yəni qıraqdan mənim yolumu bağlayanların mənə elədiyi pisliklər mənə bir o qədər də təsir eləmədi. Amma Şəbnəm xanım bir güc aldığı məkan vardı, yer var idi, müqəddəs bir insan vardı. Hər zaman deyirəm ki, məni Allah yüksəltsin, Allah qorusun. Mən həmişə deyirəm ki, Allahım sən məni ucalt ki, heç kim məni yıxa bilməsin. Amma təbii ki, müəyyən bir sıxıntılı dönəmdən keçdiyim müddətdə ailəm həmişə mənim yanımda olub, ailəm mənə dəstək olub. Mən evin tək uşağıyam və mənim anam hər zaman, hər bir səhvimdə, düzümdə anam həmişə mənim yanımda olub və mənə dəstək olub. Mən bilirsiniz, anamın varlığından güc almışam. Mən hər hansısa bir problemlərimi, sıxıntılarımı heç vaxt gedib anamdan danışmamışam. Amma o gözlərdən oxuyur. Hə, amma analar hər bir şeyi oxuyurlar. Aldığın nəfəsdən, danışıq tonundan artıq o bilir ki, nəsə bir problem var. Biri var insan motivasiya alsın, yox. Anam varsa, mən bilirəm ki, mənim anam mənim arxamdadır, ondan mən güc alıram. Anamın bir sözü var, deyir, yaxşılıq et, at dəryaya, balıq bilməsə də xaliq bilər. O həmişə deyir ki, mənim anam bilirsiniz, o qədər gözəl insandır ki, o həmişə elədiyi dua bilirsiniz nədir ki, Allah deyir, mənim ürəyimdə olanı öz evladımın yolunda çıraq eləsin. Yəni, insan o qədər yaxşı əməlləri ilə arxayındır, əmindir. Yəni, bugünkü günə qədər mənim anam bir qarışqanı belə incitməyib. Şəbnəm, 2 övladım var. Bəli. Allah min budaq eləsin. Hər zaman belə güclü ana ilə, ata ilə böyüsünlər. Ümumiyyətlə, övladlarının gələcəyi necə görürsən? Yəni, onlara, məsələn, sevgini, qayğını, diqqəti lazımınca, yetərincə verə bilirsənmi? Evdə necə anasan? Disiplinli. Mənim üçün münasibətdə disiplin çox böyük rol oynayır. Çünki mən anamdan da belə görmüşəm. Amma mən bilirsiniz, ana mövzusuna gələndə mən heç vaxt düşünürəm ki, anamın elədiklərinə baxıram. Bilirsiniz, mənim anam mənim üçün həm ata olub, həm ana. Anne beni anlayan yok, omuzumda yüklerim çok. Mən anamın olduğu yerdə heç vaxt analıqdan danışa bilmərəm. Anam mənim üçün o qədər mükəmməl ana olub ki, mən özüm bugünkü gün evladlarım üçün şam kimi ərisəm belə, yəni özümə ana deyə bilmərəm. Çünki mən anamın analığını görmüşəm. O qadının namusu ilə, qeyrəti ilə hansı əziyyətləri mənim üçün çəkdiyini görmüşəm. Bugünkü gün
mənə verdiyi gələcəyi, təhsili, bugünkü gün mənim yaxşı yaşamağım üçün atdığı addımları, mənim anam mənim üçün öz gəncliyindən, öz arzularından və hər şeyindən keçib. Amma bugün mən evladlarım üçün nə qədər çalışsam da, yəni o şeyi eləyə bilmirəm. Ona görə ana mövzusu mənim üçün çox həssasdır. Uşaqlarımı sevirəm, çox istəyirəm, onların gələcəyi üçün çalışıram. Amma analıq mövzusuna gələndə dediyim kimi mən anam kimi ananı gördükdən sonra özüm analıqdan danışa bilmərəm. Əziz anam, şirin sözlü anam, qəlbin kövrək eşqin solmaz bahar. Anana qarşı səhvin və yaxud da nəsə belə bir acı sözün deməyəcəm. Mən bilirəm ki, bu mümkün məsələ deyil. Heç vaxt özə bağışlamadığın bir məqam varmı? Mən bugünkü günə qədər hansı addımı atmışamsa, heç bir addımımdan da peşman deyiləm. Ölçüb biçməsəm belə, mən həyatda atdığım heç bir addımdan peşman deyiləm. Çünki elə o vaxtı eləmək lazım olub, mən də onu eləmişəm. Ona görə səhvlərim ola bilər ki, bəlkə də kimə görə səhvdir. Yəni bu səhv addımdır deyirlər. Amma kimə görə səhvdir? Mənə görə təcrübə idi. Anamı nə qədər çox sevsəm belə, müəyyən bir yaşdan sonrasında artıq dur dedim. Anamla sərhədlərimi müəyyənləşdirdim və artıq mənim öz həyatım var, gələcəyim var. Mən özüm öz həyatıma yön verirəm. Sən mənim anamsan, səni çox sevirəm. Yəni sən mənim üçün həmişə yüksəkdəsən, amma sənin fikirlərin hər zaman doğru olacaq deyə bir şey yoxdur. Yəni mənim öz həyatım və mənim öz fikirlərim var. Bilirsiniz, başqasının çırağı ilə yol çıxan, o çıraq sönəndə kör qalar. Ona görə də mən çalışdığım qədər ancaq səhv də olsa, düz də olsa öz yolumu gedirəm və anamın başını aşağı salacaq bugünkü günə qədər heç bir addımım olmayıb. Anam hər zaman məndən fəxr eləyib, qürur deyib və mənim həyatımın əsas amallarından, məqsədlərindən biri də baxın bu olub. Anamın başı həmişə dik qalsın. Şəbnəm üçün sevgi nədir? Mən sevgini ailəmdən almışam. Ailəmin mənə verdiyi sevgi ilə, güclə mən həmişə qidalanmışam. Əgər münasibətlərdə siz dediyiniz kimi mən ideallıq axtarsam, deyək ki, misal üçün mənim həyatımdakı kişini mən deməliyəm ki, bu həm diqqət göstərsin, həm qayğı göstərsin, maddi durumu yaxşı olsun, yaraşıqlı olsun, heç birisini demirəm. Demirsən. İstədiyim bir şey var, hörmət və qarşılıqlı dəyər. Maddiyyat da mənim üçün bir o qədər önəmli deyil. Digər misal üçün oğlanın yaraşığı olsun, boyu-buxunu olsun, vəzifəsi olsun, pulu olsun, bunlar heç birisi mənim üçün maraqlı olan şeylərdir. Yaxşı, sevgi nədir? Yəni sən sevgiyə hansı prizmadan yanaşırsan? Sənin üçün sevgi nədir? Bilirsiniz, necə başlayır, necə bitir? Mən ümumiyyətlə illərlə çox özümü sevgiyə yad saxlamışam. Sevgi hissinin mən nə olduğunu tam dərk eləyə bilmirdim. Bu ola bilər ona görə ki, valideynlərdən sevgi görməmsən. Yox, mən valideynlərimdən çox gözəl sevgi görmüşəm. Valideyn sevgisi ilə, evlad sevgisi ilə, dost sevgisi ilə şəxsi həyatdakı sevgini bir tutmaq olmaz. Amma sevgi görən insan sevə bilir. Sevginin nə olduğunu bilməyən adam heç vaxt sevə bilməz. Bəlkə də o qədər çox sevgi görmüşəm ki, ona görə kimin sevgisi mənim üçün maraqlı gəlmir. Ac insan qıraqda kimdəsə nəyisə axtarar. Gözü tox insan ümumiyyətlə kənarda heç nəyi axtarmaz. Mən 26 yaşıma qədər mənim anam məni o qədər disiplinlə saxlayıb ki, mən ümumiyyətlə hansısa oğlandan danışa bilməmişəm. Yəni bunu bütün yaxınlar bilir. Yəni kişi adı çəkiləndə, yəni mümkünatı yox idi. Yəni buna görə mən çox döyülmüşəm də. Yəni məsəl üçün mən hansı iş yoldaşım mənə yazsın və yaxud da ki, nəsə bir oğlanla danışım, mümkünatı yoxdur. 25 yaşımda nişanlanmışam, sonra ailə qurmuşam. Yəni mənim ilk sevgilim, ilk həyat yoldaşım olub. Yəni bu danılmaz bir şeydir. Mənə anam fürsət verirdi ki, mən kimisə sevim də və yaxud da ki, hansısa kişiyə sevgi bəsləyim. Yox. Amma sevginin mənə nələr verdiyini və yaxud da ki, nələr aldığını siz mənə sual versəniz əgər, mən sizə belə bir cavab verərdim. İndiki ağlım olsa sevməzdim. Mən çox güclü sevmişəm. Mən bir sevgi üçün ovucumun içində olan hər şeyimdən keçmişəm. Mən bir sevgi üçün bütün həyatımı alt-üst eləmişəm. Mən sevgimin olduğu yerdə sevgimi o qədər üstün tutmuşam ki, yəni mənim kimi məntiqli, ağıllı insan o qədər böyük səhvlər eləmişəm ki, bəzən deyirəm ki, hər şeyi bir sevgi üçün qoydum və təəssüflər olsun ki, düşünürəm ki, seçdiyim insan və sevdiyim insan
o sevgiyə layiq olmadı. Bəzi insanlar var ki, onlar o sevginin, o dəyərin ağırlığını qaldıra bilmirlər. O qədər çox sevirsən, o qədər çox dəyər verirsən ki, o insanlar o dəyəri daşıya bilmirlər. Yəni daşıya bilməyib nə edirlər? Ağır gəlir. Daşıya bilməyib nə edirlər? Öhdəsindən gələ bilmirlər. Məsələn, Xarakter məsələsindən çox söhbət gedir, seçimlər məsələsindən söhbət gedir. Bəzən kişilər bilirsiniz düşünür ki, bu qadın məni bu qədər çox sevirsə, bu qadın məni bu qədər çox bağlıdırsa, o heç vaxt getməyəcək. və mən hər şey eləyə bilərəm. Və o arxayınçılıq kişiləri bilirsiniz tam başqa bir münasibətə sürükləyir. Amma kişilər bilməlidir ki, qadın da bir yerinə qədər dözür, bir yerinə qədər sevir və bir yerinə qədər o münasibəti aparır. Bugünkü gündə mən sevirəm. Eyni adamı günü bugünkü günə qədər də mən sevirəm. Mənim həyatımda bircə dənə, yəni bu yaşıma qədər bircə dəfə sevmişəm. Bircə dəfə bir insan üçün hər şeyi eləmişəm və o sevgidə məni yanıltdı. Mən bilirsiniz, özümü aldatdım. Bəlkə də reallıqları daha əvvəlcədən görə bilərdim, amma görmədim. Görmək istəmədim bəlkə də. Özümü aldatdım bu sevgi üçün. İlk sevgi falan deyirlər, ha, qarşılaşdım, ağlım getdi. Normal bir haldır da, yəni. Sevdin, ağlın gedə bilər. Mən sevdiyim insanı ilk görəndə nifrət eləyirdim ona. Yəni o görüntüsü hələ də mənim yadımdadır, heç xoşuma gəlməmişdi. Mən misal üçün bugünkü günə qədər mən görünüş olaraq deyim ki, o insanı mən görünüşünü sevmişəm. Yox, məni ona qarşı çəkən başqa bir şey var idi. Sevdiyim insan maddi durumu yüksək, vəzifəsi böyük bir insan olmayıb. Mən sadəcə olaraq onunla özümü tamamlamışam. O insanla, o mənim deyərdim ki, ruh əkizi. O mənim ruh əkizim idi. Mən özümü ondan yeni bir insan olaraq kəşf elədim. Bəlkə də ona görə mən ona bu qədər çox bağlı oldum, onu o qədər çox sevdim. Çünki tamamlandım. Onu tapana qədər, onu tanıyana qədər mən həmişə düşünürdüm ki, mənim bir tərəfim əksikdir. Yəni, əksik olan yönlərim var imiş. Mən özümü xoşbəxt hiss eləyirdim. Amma mən onunla keçirdiyim saniyələri, saatları bugünkü gündə düşünəndə düşünürəm ki, mənim xoşbəxtçiliyim o insanla imiş. Sevgi qarın doydurmur da amma. Yox? Yoxsa doydurur? Sevgi insana həyat eşqi verir. Sevgi insana güc verir. Amma dediyim kimi, yəni tək qarın doysun, yox, insanın ruhu doymalıdır. İnsanın qəlbi sevgi ilə vurmalıdır, döyünməlidir. Çox gözəl açıqlamalar oldu. Qeyd edirəm, Maqazin Plusun qonağı bu dəfə aktrisamız, gözəl aparıcımız. Mən deyərdim ki, həqiqətən də çox savadlı, intellektual səviyyəsi yüksək olan bir aparıcımız Şəbnəm Naibli idi. Sevin, sevgi gözəldir. Dünyanı sevgi xilas edəcək. Görüşərik inşallah. Ölkənin sevilən, seçilən uzman həkimlərindən olan plastik estetik rekonstruktiv uzman cərrah həkim Taleh Qasımov Maqazin Plusa danışdı. Maqazin Plusun bu dəfəki qonağı plastik, rekonstruktiv, estetik uzman həkimimiz Taleh Qasımovdur. Taleh bəy, xoş gördük sizi. Müharibə dövründə müharibə iştirakçıları üzərində aparılan rekonstruktiv əməliyyatlar haqqında istəyirəm elə Taleh doktor danışsın. İkinci Qarabağ Savaşında yaralılar üzərində çox sıxlıqla, çox böyük sıxlıqla rekonstruksiya əməliyyatları icra olunur. Yəni, təbii ki, estetik əməliyyatlar arxa plana keçir. Burada bir şey qeyd edeyim, hər bir rekonstruktiv əməliyyatın özünün içəriğində də bir estetik əməliyyatlar var. Yəni, belə deyək, bunlar estetik əməliyyatlar, rekonstruktiv əməliyyatlar bir-biri ilə sıx bağlı olaraq, yəni bağlı olaraq bir anlayışdır, belə deyim. Rekonstruktiv əməliyyatlar istər dəri-dəraltı toxumanın və yaxud da görünən orqanın zədələnməsi şəklində ola bilirdi və ya müştərək yaralanmalar kombinə şəklində. Məsələn, qarın boşluğu, döş qəfəsi orqanlarının və yaxud da digər sahələrin müalicə etdiyi orqanların yaralanması ilə bərabər pis yaralanmalar müştərək şəkildə görülürdü. Bunlar yəni bəsit yaralardan
başlayaraq acil qəlpənin girişi, nüfuz etməyən yaralanmalardan başlayaraq bir neçə orqanın, bir neçə nahiyənin zədələnməsi şəklində görülürdü. Çox böyük əməliyyatlar icra olundu, yəni rekonstruksiya əməliyyatları icra olundu və bu əməliyyatlar da bir etapda icra olundan sonra sadəcə bir mərhələdə olmurdu. Ondan sonra bir neçə mərhələdə, davamlı şəkildə. Bu xəstələr ümumiyyətlə yaralılar, gedib gələn xəstə qrupudur. Yəni bunlar gedirlər, gəlirlər, biz ona nəzarət edirik. Ona görə yəni bizim üçün belə deyək, plastik cərrahlar üçün müharibə 44 gündə bitdi, belə deyəm. Amma plastik cərrahlar üçün müharibə demək olar ki, 2 il, 3 il və ondan sonraki dönəmdə də artıq yaralılarımız qazi olaraq, qazi şəklində. Yəni bunlara müəyyən bir əmək qabiliyyətinin itirilməsindən sonra da belə, o dərəcələr aldıqdan sonra da belə müalicə davam etdirilirdi. Təbii ki, bunlar da istər hərbi tibb müəssisələrində, istərsə də mülki müəssisələrdə davam etdirilirdi. Yəni əmək qabiliyyətini itirdi dediniz. Əmək qabiliyyətini sonradan yəni tam şəkildə bərpa etmək mümkündürmü? Yəni burada söhbət sırf estetik, plastik əməliyyatdan getmir də bərpa etmə, orqanların bərpa olunması, dərinin bərpa olunması, tam bərpa olunması. Tam bərpa olunan yaralılarımız da vardı, qismən bərpa olunan yaralılarımız da vardı, amma hər şeyin ən yaxşısını etməyə çalışırdıq. Yəni dediyim kimi, bu üz nahiyəsindən başlayaraq, bax üzdə göz yerləşir, ondan sonra sümük strukturlarının zədələnməsindən paralel bizim yaralanmalar olsun. Bildiyiniz, yəni siz zaten bilirik, plastik cərrah saçda başlayan, saçdan başlayaraq ayaqda dırnağa qədər biz hər yerə toxuna bilirik. Yəni bizim Biz deyəndə peşəkar. Peşəkar, bəli, plastik rekonstruksiya cərrahın girmədiyi, yəni bildiyimiz dəri-dəral toxumadan başlayaraq, saçdan başlayaraq dırnağa qədər və ayrı-ayrı orqan və sistemlərin, burada sadəcə dəri-dəral toxuma mən qeyd etdim, orqan və sistemlərə müdaxilə edə bilirik. Yəni mən deyərdim yeganə bir sahədir ki, plastik cərrah istənilən yerə biz baxa bilirik. Yəni bir nahiyədə olsun ortoped travmatoloq sümüyə müdaxilə edir, yaranı bağlaya bilmir, bir çətinliyi var, plastik cərrah dövrəyə girir həmən. Və yaxud da olsun başqa sahələrdə, hər hansı bir əməliyyat icra olunur. Burada özellikle yanıqları qeyd edəcəm. Yanıqlar da bir ayrı bir sahədir. Bilirsiniz, kəskin yanıqlardan sonraki dönəm. Sual verəcəkdim ki, yanıq izlərində ən çətin məqamlar nədir? Sağalması nə qədər çəkir? Yəni, kəskin yanıqlarla, ümumiyyətlə Avropada olsun, yaxın qonşu Türkiyədə olsun və digər ölkələrdə. Kəskin yanıqların əslində qarışıq həkimlər məşğul olur. Ümumi cərrahlar məşğul, plastik cərrahlar, anesteziyologlar da burada çox profilli sahələr girir. Amma yanıqdan sonraki dönəmdə olan kontrakturalar, ağırlaşmalar, çapıqlar, funksiyanın məhdudlaşması, bunlar artıq plastik cərrahlar müdaxilə edirlər. Uşaq vaxtında yanan bir şəxs, uşaq vaxtında yaralar sağalır, amma vücud böyüdükcə, artdıqca artıq çapıqların da artırması fonunda funksiyanın pozulmalar olur. Ona görə biz müəyyən Ancaq dəridə mi funksiya pozuntusu, yoxsa daxili orqanlarda müəyyən? Dəridə dartılmalar artıq oynaqlarda da hərəkətləri pozur. Göz qapağı olsun, ağız olsun, burun olsun, qulaq olsun. Yəni funksiyada bir funksiya pozulması və yaxud da belə deyək, eybəcərliklə özünü göstərir. Biz yəni bu dönəmlərdə peşəkar olaraq izləmək lazım məsələn pasiyenti. Hansı dönəmdə nəyi etmək lazımdır ki, xəstəni 10 dəfə əməliyyat etmək lazımdır yəni. Bir dəfə müdaxilə etsin. Məsələn, erkən dönəmlərdə biz gözləyirik. Məsələn, məktəbə yaşına qədər nəyi idarə edə bilər funksiyanın pozulması? Çünki zaten vücud, orqanizm böyüyə-böyüyə davam edir, böyüyür. Doktor, müharibə travmaları hər iki tərəfə, həm həkim heyəti, həm qarşı tərəf necə təsir edir? Yəni, onun psixologiyası insanı necə dəyişə bilər? Orada yaşanan o psixologiya deyək də. Yaralanan qism, yaralanan şəxsiyyət, yaralanırlar və yaxud da ondan sonraki dönəm, başqa bir məhsul. Onlar daha çox etkilənir bundan, yəni yaralı qruplar. Yəni heç bir şey qeyd edəcəm, normal şərtlərdə uzun müddət yatağa bağlı qalan xəstələr var. Məsələn, döyüşün ilk gündə yaralandı, gəldi, 1 aylarla, 2 ay, 3 aylarla və yaxud da 3-4 dəfə əməliyyat olan pasiyentlər var. Bunlara mütləq həkim heyətinin etkilənməsini qoyduğu bir tərəfə, təbii ki, biz də etkilənirik. Amma sizin əlbəttə böyük bir məsuliyyət var, böyük bir güvənin inamı var xəstənin sizə. Bu bizim borcumuzdur. Bizim vəzifə borcumuzdur. Bəli, biz həkimik, hərbiçiyik, xidmət yardımımızı göstəririk. Ancaq bu durumda, yəni bu vəziyyətdə
xəstəyə yaxından eyni zamanda kompleks müalicə getməlidir. Sadəcə mən dərmanı verdim, əməliyyat etdim, bitdim, getdim deyil. Psixoloq baxmalıdır, nevropatoloq baxmalıdır, mütləq yanında bir adam olmalıdır, onun psixoloji sorunlar çözülməlidir ki, o özünü çox rahat bir yerdə hiss edəsin. Rahat bir yerdədir yəni. Və bu onun sonraki əmək qabiliyyətinə də yaxşı təsir edir. Məsələn, döyüşlər var ki, 44 günü bitməz, 1 ilə bitər. O əmək qabiliyyətinin, zaten burada əsas söhbət əmək qabiliyyətinin tez bərpa olunub, təkrar döyüşə gedən insanlar da var. Bəli. Yəni ona görə və bu sözsüz ki, kompleks yanaşma xəstənin həm yarasına da, psixologiyasına da, onun tez sağalmasına da, tez ayaqlanmasına da çox böyük təsir edir. Sadəcə mən həkiməm, dərmanımı yazıb əməliyyat edim, bitdi, düzələcək. Bu deyil. Bizim təbii ki, bunun da rolu var. Amma onunla paralel digər faktorlar da göz önündə bulunmalıdır. Yəni. Və doktoruma təşəkkür edirəm. Yaxşı ki, bu peşədəsiz, yaxşı ki, bu sahədəsiz. Ona görə ki, elə Allah tərəfindən siz bu peşəyə göndərilən bir hədiyyəsiz. Niyə? Həm mənim öz həkimim olaraq, mən onun pasiyenti olmuşam, Taliyə Qasımovun, eləcə də dostum olaraq deyirəm ki, hər bir pasiyentə, hər bir xəstəyə, hər bir insana özəl, fərdi yanaşır. Maqazin Plus'da biz sizinlə hələ yenə görüşəcəyik, amma bu dəfə sizdən sağollaşıram. Qeyd edim ki, qonağım plastik, rekonstruktiv, estetik cərrah, uzman həkimimiz Taliyə Qasımovdur. Görüşərik. Maqazin Plus'un çəkilişində göstərdiyi dəstəyə görə Hollywood restoranına, bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Hollywood restoranı ulduzların seçimidir, həm də ayrı bir televiziyasında yayımlanan Maqazin Plus'un seçimidir. Təşəkkür edirəm. Maqazin Plus, plastik, estetik, rekonstruktiv, uzman həkim cərrah Taliyə Qasımovun baş sponsorluğu, Evoria İnşaat Materiallar Dükanının xüsusi sponsorluğu, Saf Travel və Tural Avtoservis 023-ün sponsorluğu ilə bu həftəlik sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin baş sponsoru plastik, rekonstruktiv, estetik uzman həkim Taliyə Qasımov. Verilişin xüsusi sponsoru Evoria İnşaat Tikinti Mağazalar Şəbəkəsi, verilişin sponsorları Tural Avtoservis 023 və Saf Travel.